Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və əşhədu ən la ilahə illallah vəhdəhu la şərikə ləh və yətəvəllə salihin. Və əşhədu ənə Muhammədən abduhu və rasuluh. Və sallallahu aleyhi və səlləmə salətən və sələmən daimeyni mütələzimeyn ilə yevmiddin. Allahumma ənfa'ni bimə əlləmtənə və əllimnə mə yənfa'ni və zidni ilmə. Demək, sonra şeyx gətirir ki, mələklərə iman. Keçdik ki, Allahın mövcudluğuna, o da qismlərə bölündü, 4 qismə. Və sonra gətirir ki, mələklərə. Mələklər dedikdə cəm'u mələk. Mələkun nədir? Cəmidir. Yəni, mənaca risalə deməkdir. Ulukətun, mələikə, ulukətun, yəni ki, risalə deməkdir. Buradan da istinbat çıxır, söykənərək o ayə ki, Allah subhanahu wa ta'ala deyir, Cə'ilul mələikəti rusulən uli əcnihəti məsnə və thüləthə və rubə ələyə. Deyir ki, hansı ki, elçiləri, yəni mələkləri, onları deyir, Allah subhanahu wa ta'ala etdi 2, 4 və 6, 2, 3, 4 qanatlı. 2, 3, 4 qanatlı. Buradan da əsas bizə dəlil nədir? Rusulən, yəni elçilər. Demək, mələk mənaca elçi mənası verir. Vəl-mələkətü aləmül qeybiyyə. Yəni, mələklər qeybi bir aləmdir. Kimsə, nə bilim, film çəkir, qənət qoyur. Yəni, qənət gəlir, amma vəsf edə bilməzsən necədir. Çünki nədir? Qeybi məsələdir. Xaləqəhumullahu əzzə və cəllə minən nur. Allah subhanə və teala onları nədən yaratdı? Nurdan. Bir nurdan yaratdı. Və cələhum tai'inə ləhum mütəzəllilinə ləh. Və Allah subhanə və teala onları zəlil halda itayətkar bir məxluq etdi. Bir qul. Onlar nədir? Yəni, zəlil pis mənada deyil də, yəni ki, tam şəkildə Allah subhanə və teala ədalətlə boyun əyənlərdir. Bilə qist boyanı tam şəkildə. Və likullu minhum vəzaifu xassəhullahu bihə. Və onların hər birini Allah subhanə və teala xas olaraq vəzifələndiribdir. Və nə'lə min vəzaifihim. Yəni, onların bəzi vəzifələri var. Birinci, Cibril. Müvəkkil bil-vahiy. Cəbril aleyhissalam nədir? Müvəkkil olunubdur vəhiy ilə. Yəni, o bütün peyğəmbərlərə nədir? Vəhiy göndərəndir. Yəni, vəhiydə dayandığı halda artıq nədir? Onun nəyi dayanıbdır? Vəzifəsi. Peyğəmbərlər yoxdur axı. Vəzifə dayanıbdır. Allah alim ola bilər, yəni qiyamətə yaxın İsa aleyhissalam gəldikdə olsun. Gənə də Allah alim, yəni. Yənzilu bihi minəllahi tealə ilə-rusul. Və Allahdan deyir, gələnləri rasullara neynirdi? Çatdırırdı. İsrafil müvəkkəl bin nəfix sur və huvə idən əhədu həmlətul arş. İsrafilə gəldikdə aleyhissalam, o deyir, sur çalan olacaqdır. Yəni, sur bir dəfə çalınır, insanlar dirilir və bir dəfə ölür, dünyasını dəyişir və bir dəfə də çalır, neynir? Dirilir. Və həmçinin arşı daşıyan mələklərdən nə idi? Biridir. Bilir ki, arşı mələklər daşıyır ki, hansı ki, onların deyir, boynu ilə boğazı arasında bir variantda 500, bir variantda 700 illik məsafə var. Yəni, çox böyükdülər də, yəni, çox böyükdülər. Bunun haqqında bəzi rəvayətlər gəlib. İndi müəssir alimlərə görə zəifdir, yəni, əsli olmayan deyənlər var. Yəni, sadəcə bildirməliyik, xəbər babından olaraq, fayda babından. Onun surunun, deyir, yumurluğu yer boydadır. Surunun
Sur dedikdə bir növ, yəni keyfiyyət verməsi xəbər olaraq, yəni tütəyə deyilən bir şeydir sur. Onun deyir, yumurluğu yer boydadır. 7 yer boydadır. Və bir variantda gəlir ki, hər bir insana görə Adəm əleyhissalamdan düz qiyamətə qədər də hər bir insana görə surda bir dənə deşik var. Hər bir insana görə surda bir dənə deşik var. Yəni, bu da zəif deyənlər var. Lakin tarix olaraq, yəni, gətirirlər bunu, vallahi alim. Yəni, qısa olaraq, yəni, əgər Həmlətul Arş dedikdə arşı daşıyan mələkdirsə də, bunun artıq nədir? Böyüklüyü kifayətdir. Yəni, böyüklüyü onun nədir? Kifayətdir ki, nə boydadır, yəni. Və sonra gətirir ki, Əl-Mikail muvakkilu bi qatri və nəbət. O da deyir, vəzifələnibdir, təbiətdə olan yağışdır, şümşəkdir, qardır, nə baş verir təbiətdə. Yəni, onunla vəzifələnibdir. Onunla vəzifələnibdir. Hətta bəzi səhih hədisdə gəlibdir ki, şümşək çaxma səbəblərindən biri mələklərin toppuzla buğda vurmasından baş verir. Gör nə deyir, şeylə vurursa da onu, elə şümşək nə deyir, çaxır. Və həvləu thələthə kulluhum vəkilunə bimə fihi həyat. Və Cibril müvəkkil bil vahi və hiyə həyatul qulub və Mikailu bil qatar və nəbət və fihi həyatul ard və İsrafilu bin nəfxi sur və fihi həyatul əcsədi yevmə miad. Yəni, baxsan ki, bu 3 mələk deyir, hər birinin dediyi nədir? Cəbrail hansı ki, vəhidir, qəlblərə deyir, nədir? Həyat verir, həyat olur. Məsəl üçün, Mikail də deyir, yer üzərində olan bitkilərə həyat olur. Həyat olur dedikcə nədir? Yəni, bunların yaşamına baxır. Yaşamına baxır ki, yəni ki, bitkinin çıxması. Təbii ki, hər şey Allahın izni ilədir. İsrafil əleyhissalam da deyir ki, cəsədlərin həyata gəlməsindən qayıdış gündə nədir? Bir səbəbdir. Və lihəzə kənə Nəbi s.ə.v yətəvəssəlu bi rubiyyətilləhi ləhum fi duayi istiftahi fi salatil leyl. Gecə namazın deyir, başlanğıcında deyir, edilən dua hansı ki, deyir, buna da bir vəsilədir ki, orada deyir, mələklərin adı keçir. Allahumma Rabbə Cibrailə və Mikailə və İsrafilə. Fətrəs səməvati vəl-ard. Alimul qayb və şəhədə. Əntə təhkumu beynə ibadik fīmə kən fihi yaxtəlifun. Yəni, məşhur nədir? Duadır. İhdini bi məxtulifə fihi minəl-haqqı bi-iznik. İnnəkə təhti mən təşə ilə sırati müstəqim. Həzə dualləzi kənə yəqulu fi qiyamil-leyli mutavasilən bi rüyyətilləhi ləhum. Bu deyir, hansı ki, edilən duadır. Ayaq ustayan ki, qiyam-leydə nədir? Deyil, gecə namazında belə deyilirdir. Bu da Allah Subhanahu və Teala'nın rubiyyətindən və onlardan xəbər verir. Qəzəlikə nə'ləmu ənə minhum mən müvəkkili bi qabdil ərvah bəni Ədəm. Və həmçinin deyir ki, var bir də Adəm əleyhissalamın, Bənu Ədəm deyək, Adəm evlatlarının nəyini, ruhunu alan. Elə deyilmi? Onun adı nədir? Ölüm mələk. Ölüm mələk. Bəziləri Əzrail deyir. Əzrail İsrailətdən gələn bir şeydir. İsrailətdən gələn bir şeydir və bunun əsli yoxdur. Ona görə Əzrail demək nədir? Düzgün deyil. Ona nə deyirlər? Mələkul məvud. Ölüm mələyi. O deyir, ruhları alır. Və lə yüssəmmə Əzrail. O deyir, heç vaxt Əzrail adlanmır və adlandırmaq olmaz. Lənnəhu ləm yuthbit ani Nəbi aleyhissalam ənə isməhu həzədir. Yəni deyir, bu Peyğəmbər sallallahu aleyhi ve sellemdən nədir? Varid olmuyubdur ki, onun adı elə olsun. Və həmçinin gəlibdir ki, ölüm mələyi haqqında hətta idə cəə əhədukumul məvt. Sizdən birinizə ölüm gəldikdə təvəffəthu rusulənə və hum lə yüfərritun. Və deyir, onun deyir, elçimi canını alar. O buna etinasız yanaşmaz.
canı aldığı haqqında, yəni bir saniyə geri, bir saniyə önə və etinasız dedikdə, yəni düşünmədən, sıxılmadan, çəkinmədən neyniyər? Canını alar. Canını alar. Və lə mənəfətü beynə həzəl əl sələsə və inə mələikəti taqbidu ruh fə innə mələikəl məvt izə əxrəcə min fi bədən təkunə ində mələikə və in kənə rəcul min əhlil cənnə fəyəkunu mə'hum hunudu minəl cənnə. Yəni deyir ki, bu ölüm mələyi gəldikdə burada fərqli şeylər baş verir. Fərqli şeylər baş verir. Əgər deyir, bu şəxs xeyri bir şəxsdirsə, ölüm mələyi onun canını alanda, onun deyir, cəsədi xunut adlı bir şeylə, bir variantda mumya gedir o, təmiz, gözəl iydən və yaxud da ətir mənasında verir. Onunla neyini düzəlir, təmizlənir. Və cənnətdən gələn bir kəfənlə kəfənlənir. Əgər gözəl insandırsa, kəfənlənir. Və sonra deyir ki, onun ruhu götürülərək deyir, Allah Subhanahu və Teala'nın qarşısına qaldırılır. Bütün deyir, təbəqələr açılır və Rəbbinin qarşısında olur. Hətta təqifi beynə yədəyilləhi. Hətta deyir, Allah Subhanahu və Teala ilə nədir? Qarşı-qarşıya olur onun ruhu. Onun ruhu. Thumma, daha doğrusu onun nəyi? Cəsədi. Thumma uktubu kitabə abdi fi illiyin. Və deyir, o deyir, həmən qul deyir, illiyin nədir? Yüksək məqam, yüksək deməkdir lüğət mənası. Yəni, yüksək bir şeyə yazılır. Deyir, onu deyir, oraya yazın. Yüksək bir şeyə, yüksək bir dərəcəyə yazın. Və əyəduhu iləl ard. Və sonra deyir, onu yer üzərinə qaytarırlar. Onu yer üzərinə qaytarırlar. Söhbət nədən gedir? Gözəl insandan, təqva əhlindən, ibadət əhlindən. Fətərcü'ü ruhu ilə cəsədi min əcli ixtibər. Və buradan faydalardan biri gəldi. Və deyir, ruh ona qaytarılır cəsədindən nə üçün? İmtihan üçün. Demək, imtihan nə ilə olur? Qəbirdə həm cəsəd, həm ruhla. Görsən, Şeyx İslam İbn Teymiyyə gətirir ki, burada şərhində də Şeyx Hüseyin Rahiməhullah fətərcü ruh deyə qaytarılır iləl cəsədi, cəsədə doğru, cəsədə niyə? Min əcli, ondan ötürü ki, əl-ixtibər, imtihan üçün. O imtihan da deyə bilirik, mən rabbuka və mə dinuka və mə nəbiyyukə ləzə bu'sə iləykum. Rəbbin kimdir? Dinin nədir və Peyğəmbərin hansı sizə göndərmişdir, kimdir? Yəni, hər bir halda xeyir də olsa, əzab da olsa, Allah qorusun, cəsəd və ruha bir yerdə olur, görünür. Üstün rəy nədir? Budur. Və in kənə meyyutu qeyr mümin və li'iyədə billah fə inə yənzülü mələkdə məhum kəfəni minən nər və hunutu minən nər yəxud ruhu və yəcəlunəhə fi hədəl kəfən thumma yəs'udunə bihə ilə səmə فتعلق أبواب السماء دونها وتطرح إلى الأرض. Deyir ki, əgər deyir, cəhənnəm əhlidirsə, deyir, onun deyir, ruhu qalxır, qapılar ona bağlanır, irgənci bir halda, pis iydə, cəhənnəmdən olan bir iylə, cəhənnəmdən olan bir kəfənlə neyilir o? Kəfənlənir. Və deyir, pis şəkildə qoylanaraq deyir, yer üzərinə qaytarılır ki, onu nədə ora qaytarın. Və deyir, o deyir, ağır deyir, bir şeylə gəlir yer üzünə. Baxsan deyir ona, وَمَنْ يُشْرِكْ بِاللَّهِ كَأَنَّمَا خَرَّ مِنَ السَّمَاءِ. Ya deyir, kim Allaha şərik qoşarsa, baxarsan ki, deyir, səmadan bir qovulmuş bir quş kimi. Quşun deyir, apardığı bir şey kimidir. Hansı quş necə gəlib qovuq deyir, götürüb aparır, elə bir şey. اَوْ تَحْفِ بِهِ رِحْ فِي مَكَانْ سَحِيقٍ. Və yaxud da deyir, hansısa deyir, küləyin gələrək deyir, onu deyir, qoparıb apar, başqa bir yerə saldığı kimidir. Yəni, nədən gəlir? Göydən deyir, buradan dəlil nədir? Düşər. Göydən deyir, nədir? Düşər, quş deyir, onu deyir, gətirib deyir, götürdüyü kimi. Yəni, pis şəkildə nədir? Düşər də o. Buradan da dəlil götürülür ki, o ruh
hansı ki, cəsəd ki, qalxacaqdır, çox pis şəkildə düşəcəkdir. Yəni, onun haqqında variantlar çoxdur. İylənmiş bir qadın cəsədi kimi düşəcəkdir. Yəni, çox şeydir. Yəni, qara bir şey kimi düşəcək. Yəni, hər kəs onun haqqında mələklər deyəcək, bu kimdir? Yaxşı insan haqqında deyəcək, budur və onun təriflər deyəcəklər. Pis insana bəddualar, pis şeylər. Yəni, məsələ ağırdır. Allah qorusun. Thumma yaqulullahu uktubuha kitabə abdi fi siccin. Siccin bilirsiniz də yazının ən pis yeridir və deyir Allah subhanahu wa ta'ala deyir ki, onu siccinlərin deyir siyahısına yazın. Siccinlərin siyahısına yazın. Şeyx də gətirir ki, nəsəllahə afiyyə. Allahdan deyir, salamatçılıq diləyirik deyir. وهؤلاء موكلون بقبض الروح من ملك الموت إذا قبضها وملك الموت الذي يباشر قبضها فلا منافاة إذن والذي يقوم بذلك والله فيكون في عقيدته هو المتوفي. Təbii ki, deyir ki, həqiqətdə deyir, o insan deyir, ölübdür, lakin onu deyir, Allah şək yoxdur ki, Allah Subhanahu taala onu alır. Sadəcə səbəb olur, kimi göndərir? Mələkləri. Yəni, ölümün insana yazılan qədərini kim eləyibdir? Kim qədərləndiribdir? Şək yoxdur ki, insan yaranmamışdan öncə Allah Subhanahu taala nəyi? Qələmi yaradır və deyir, uktub, yaz deyir. Nə deyir? Qaylə və məzə aktub ya Rəbb? Deyir, ya Rəbb, nə yazım? Deyir ki, yaz qiyamətə qədər baş verin hər bir şeyi. Yəni, kim öləcək, kim qalacaq? Bunu Allah Subhanahu taala qədərləndiribdir. Sadəcə mələklər nə inir ora? Göndərir, onlar nədir? Ruhları alır. Burada heç bir deyil, ziddiyyət yoxdur. Və min mələkətu səyəhunə fil ard. Yəni, ölüm mələyi bəzən Peyğəmbərə və s. insan şəklində də gəlibdir. Məsələn, Musa aleyhissalama. Musa aleyhissalama gəldi, vaxtı idi də canını almağa və deşikdən baxdı ki, orada deşik gəlir, necə olubdur? Və Musa aleyhissalam onu vurub gözünü çıxardır. Səhih mənbədir, onun gözünü çıxardır. Və bu da gedir ki, Allah Subhanahu taala şahid eləyir. Şahid eləyəndə Allah Subhanahu taala onun gözünü geri qaytarır. Geri qaytarır və deyir, get Musaya deyən ki, vaxtıdır, artıq canını alma vaxtıdır. Və orada qısa deyirəm, Musa aleyhissalam ömrünün artmağını istəyir. Deyir, onda dananın tükündən, belindən götür. Nə qədər orada vaxt şey varsa da, gün o boyda yaşa. İl, gün belə gəl yaşa. Deyir, o cür yaşamaq yaxşıdır. Yoxsa Rəbbinlə qovuşmağa deyir, Rəbbimlə qovuşmaq istəyirəm. Onda nədir? Canını alır. Yəni, buradan da faydalardan nədir? Kiminsə evinə baxdıqda və ya icazəsi daxil olduqda ev sahibi istədiyi müamiləni edə bilir ona. Qışqıra da bilər, cavab da verə bilər, hətta təhlükə görsə vura da bilər, dalından daş da atara bilər. Yəni, buradan alimlər gətirir ki, orada haqsız yerə, yəni icazəsiz baxdığına görə Musa aleyhissalam vurur, onun gözünü çıxardır. Yəni, belə faydalar var. Hətta deyir, elə mələklər var ki, səyəhunə fil ard, yer üzərində gəzərlər. Yəltəmisunə hilqətə zikr və deyir ki, zikir məclisi deyir, tapdıqda və orada deyir, halqada deyir, oturarlar. Və deyir, o zikir məclisini neyniyərlər? İzləyərlər. Ona görə də Allahı zikir edən məclisdə və yaxud da Allah zikr olunan məclisdə %100 mələklər var. Çünki xüsusi Allah Subhanahu taala bunları neyniyibdir? Yer üzərində göndəribdir. Zikr məclisində nədir? Otursunlar. Hətta orada hədis böyükdür. Gətirir ki, gedirlər, ya Rəbb, səni zikr edirdilər. Deyir, məni görmədən məni necə zikr edirlər? Deyir, ya Rəbb, sən nədir? Qorxundan, əzabından qorxub, yəni rəhmətinə sığınaraq səni zikr edirlər. Və nə istəyirlər? Deyir, cənnətini istəyirlər. Və orada deyir, görmədən necə istəyirlər. Təbii ki, Allah Subhanahu onlar hər şeyi bilir. Sadəcə nə deyir? Mələkləri orada göndərir və deyir, Allah Subhanahu sonunda ki, onları istədiyini verdim.
onlara nə istəyirlər də nədir, onları verdim. Ona görə zikr məclisində böyük bir rəhmət var. Kimsə tərk etsə məhrum olur. Ola bilər ki, elə mələklərin gedib onun üçün Allahdan istəməyi və dua etməyi ki, onlar bunu istəyirlər və Allah Subhanahu mən onlara verdim istədiklərini, ola bilsə onlardan biri ola bilərdin. Əgər nədir? Məclisdə iştirak etsəydin. O görə məclisdə qaçırmaq lazım deyil. Və sonra gətirir ki, və innə aleykum ləhafizin. Onlar nədir? Qoruyan, orada mələklər var. Kiramən kətibin. Onların xeyirlərini, xeyir olan şeylərini yazırlar. Ya'ləmun mə təfəlunə etdikləri nədir? Bilirlər. Yəni, sağda solda mələklər var. Yazan mələklər də var. Birlik sağda xeyir əməli, solda nədir? Şər əməli. Burada ixtilaf da alimlər arasında ki, ayaq yoluna girdikdə mələk çöldə qarır, yoxsa çər girir. Səhih hədisə görə, bəzi alimlərə görə səhih deyil, orada munqatə var. Amma Şeyx Tahaviyə görə hədis səhihdir ki, mələk də girir. Mələk də girir, lakin ayəyə görə ki, onlar o şeylərdən, pis şeylərdən uzaqdadır. Orada ayəni də gətirirlər, unutmuşam ayəni. Məsələn, orada mələklərin çöldə qalmağına da alt edir. Yəni, böyük alimlərdən bunu deyir Şeyx Hüseyin və başqaları ki, mələklər çöldə qalır, o girir, insan girir. Lakin onun orada nə etdiklərindən təbii ki, Allah Subhanahu nədir? Onlara xəbər verir. Xəbər verir. Yəni də doğrusunu Allah bilir. Yəni, bu halda bilən ayrıla bilir. İxtilafda qalan hallarda nədir? Yanındadır. Hətta deyir, İmam Əhmədin yanına bir nəfər daxil olur. Görür ki, İmam Əhməd inildiyir. Ölümünə yaxın olur. İnildiyir, yəni ağrıdan sızıldayır. Deyir, niyə sızıldayırsan? Deyir ki, ağrılar var. Deyir, sən bilirsən mi? Deyir, o mələklər yazır. Deyir, ondan sonra deyir, sızıldamadı. Tavus alır, hə. İnildiyir də. Yəni, deyir ki, artıq nədir? Bunu etmə. Bunu edərsənsə də deyir, nədir? Cənə sənə yazılacaqdır və ondan da ola bilsin yazılmır. Sadəcə nədir? Bu nədən irəli gəlir? Alimlərin təqvasından. Yəni ki, belə etmə. Və həmçinin deyir ki, mələklər var ki, yətəəqəbu alə bəni Ədəm fil-leyli və nəhər. Gecə gündüz deyir ki, Adəm evladını təqib edir. Ləhu muaqqibatu min beyn yedihi və min xalfi yəhvəzunahu min əmrilləh. Deyir, onun üçün deyir, hansı təqib edən deyir, önü, arxasını, sağın, solunu nədir? Mələklər var. Önünə və arxasını təqib edən, yəni qoruyan Allahın əmri ilə. Hətta deyir, məsələn, mələklər var ki, Allah Subhanahu xüsusi göndərir onu, onları sağdan, soldan, arxadan, öndən qoruyur. Yəni, ayədə gəlir ki, min beyn yedihi və min xalfi. Önü və arxasında nədir? Qoruyur. Hətta məsəl üçün deyək ki, məsələn, maşın vurmaq istəyir, maşın qaçıb təkərini saxlayır və əyir, sağazı, yəni belə şeylər. Bu da hamısı qayıdır nəyə? İnsanın müsəlman qalası deyilən bir şey var. İndi sadəcə o kitab halına salıblar da. Səhər, axşam zikirlərini eləyənə. Onda Allah Subhanahu nədir? Xüsusi onu neyniyir? Vasitələrlə nədir? Qoruyur, elə vasitələr. Və sonra gecə gündüz deyir, rukuda olan mələklər var. Rukudan deyir, qalxmır heç vaxt. Heç vaxt. Düz, nədir? Qiyamətə qədər. Hətta deyir, mələklər var ki, bilirsiniz bunu, məscidə girir, namaz qılır, çıxır, qayıtmamaq şərti ilə hər gün 70.000 mələk. Təsəvvürlə, ha. Yaranandan bəri 70.000 mələk hər gün girir, namaz qılır, çıxır, yeni birisi gəlir. Ona görə də deyir, ayə deyir, qayıtdıqda Allah Subhanahu wa ta'ala deyir, وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُ. Rəbbinin cünud ordu deməkdir. Yəni, mələk ordusu qəsd olunur. Rəbbinin ordusunun sayını, yəni nə qədərsə ondan başqa heç kim bilmir. Allah Subhanahu başqa nədir? Heç kim bilmir. Və ona görə deyir, mələk həqiqətən də ona iman gətirmək lazımdır. Vacibdir. Və həmçinin gətirirlər ki, mələklər necə, asili olurmu? Heç vaxt deyir. Allah Subhanahu buyurur, Lə ya'sun Allah mə əmərəhum və yəfəlun mə yu'mərun. Onlar heç vaxt deyir, Allaha asi olmazlar.
və nə əmr edilir, onu nədir yerinə yetirərlər. Heç vaxt nədir? Aisi olmaz. Heç vaxt yeyən içən deyirlər. Mələklər nə yeyər, nə içər? Cinlər yeyər, içər. Bilirsiniz, hədisdə gəlibdir yəni bu. Amma mələklər nə yeyər, nə içər? Ağılları varmı? Var. Var. Çünki deyir, baxsan deyir ki, onlar asilik etməz. Yəni, şuur olmayan bir şey asilikdən xəbər ola bilərmi? Demək, şuur var. Mütləq. Deyir, nə əmr olunur, yerinə yetirir. Məcnun deyir, dəli, bunu nətər yerinə yetirə bilər? Demək, nə var? Şuur var. Bunlarda həmcə nə var? Ağıl var. Ağıl var. Həl yusna alimi ansənə və leysə ləhum uqul. Nəqul həulə leysə ləhum uqul. Yə'təmirunə bi əmrillə və yəfəlunə mə yu'mərun. Və deyir ki, bunlar necə vəhin gətirə bilərlər? Ağılsız bir vəhi gətirə bilərmi? O boyda ağır bir şeyi yüklənə bilərmi? Yox, demək var. Və kim desə ki, deyir, onların ağlı yoxdur, ona ağılsız deyənin özünün ağlında problem var, şeyx gətirir. Hətta bəziləri gətirir ki, görən qəlbdə varmı? Qəlbdə varmı? Bəziləri bunu ixtilaf eləyiblər. Amma əsasən ağıl %100 var. %100 var. Mələklərə iman gətirmək vacibdir. Çünki imanın şərtlərindəndir. Həmçinin cəhənnəm mələkləri var. Yəni, söhbət gedir ki, bunlar əbədidirmi, yoxsa yox? Ömürlük qalacaqmı yaradışdan? Xeyr. Hər biri gəlibdir ki, ölüm mələyi hamısının canını alır. Ölüm mələyi qiyamətə hamısının canını alır. Yəni, bölüşdükdən sonra da cənnət, cəhənnəm nə qalırsa nədir? Alır və gəlir ki, sonunda öz canını alır. Öz canını alanda da belə bir söz deyir ki, can almaq necə də acı bir şeymiş. Yəni, belə bir gəlifdir. Lakin ixtilafdır, cənnət və cəhənnəmdə olanlar. Bilirsiniz, Ridvan mələyi var, cənnət mələyi. Hətta cənnətə daxil olanlara deyir ki, xoş gəldiniz. Ayə də var deyə. Allahın sizə salam olsun. Bu dünyada etdiyinizdən nə idi? Mükafatı cənnətdir. Və deyir, cəhənnəmdə də nədir? Əzab verən mələklər var. Çox böyük ehtimaldır ki, bunlar istisnadır. Bunlar qalacaqdır. Amma hər şey məhv olacaq. Hər şey. Hər şey. Yalnız əbədi, əzəli və əbədi olan Rəbbimiz və neymət verdiyi kimlər? Cənnət əhlər. Və əzab qazanan, Allah qorusun, cəhənnəm əhlər. Və bunlar əbədi qalacaqdır. Əbədi, son olmayan bir şey, əbədi. Və baxın. Baxın, Allah subhanət hələ insan necə ibadət əhlində necə mükafatlandırıb. Ömrü boyu 60-70 ildə neçə il ibadət elə. Amma lakin sayısız, hesabsız əsrlər boyu Rəbbinə ruku edən, rukudan qalxmayan, səcdə edən, səcdədən qalxmayan, heç vaxt asilik etməyən, nurdan yaranan cənnətə girə bilmir. Cənnətini qazanmır, cənnət olmur onun üçün. Amma Allah subhanət sağ verir. Yencəsə asilik eləysən, yencəsə hər şey eləysən, amma Allah rəhm edir, səni bağışlayır. Sən cənnətə salır. Bax, gör səni nədən çıxartdı, nədən seçdi, ucatdı. Ona görə dahilər gətirir ki, bu dərslərdən birində keçmişdik bunu, iman gətirən, ibadət əhli olan mələklərdən də belə üstündür. Lakin deyir, iman əhli olmayan heyvanlardan da belə aşağıdır. Əsfəl. Sonra gəlir kitablara iman. Burada kifayətlənək. Allah subhanətə bizə faydalanlardan etsin. Subhanək Allahum həmdik. Əşhədu ən la iləhə illə ənd. Əstəğfiruka və ətubu ileyk.